sevgilikdə yaz günləri adlı bir vlog çəkirəm. Normalda mən bu vlogu çox əvvəldən çəkməyə başlamışam, amma yadımdan çıxıb və kəsləri heç bir vloqa əlavə edə bilmədiyim üçün dedim ki, niyə bir dənə yay günləri adlı bir seri yaratmayayım. Yəni bu günləri yay günləri serisindəsiniz. İndi siz ən birinci gedirsiniz Həmal ilə mənim gəzməyimi, yəni 2 evcə getmişdik, oranı izləyirsiniz. Sonra isə mən deyəndə bizim ailəvi dostlarımız vardı. Orada onların oğullarının ad günü idi, oraya getmişdik. Siz oranı izləyirsiniz. Sonra da mənlə qayıdıb məşğələyə bir yerdə hazırlaşırsınız. Yəni yaz günləri adı altında 3 dənə vlog izləmiş olacaqsınız. Deməli bu günləri məşğələyə hazırlaşacağıq. İndi mən shorts çəkəcəm bir dənə, kombin eləmə shorts. Onu çəkdikdən sonra bu vlogu çəkəcəm. Yoruldum, tez danışdım. Neyse, yəni bu yaz günləri adlı bir vlog olacaq. Bu arada atı təzad tapmışam. Bilmirəm necə görsənir. Məs qəşəngdir yəni. Neyse, indi əmin dediyim kimi siz gedib Həmal ilə mənim KFC-yə getdiyimi, sonra ondan ertəsi gün isə ailəvi dostlarımızla bir yerdə getdiyimiz restoranda olan kəsləri izləyəcəksiniz. Çox qısa kəslərdən onsuz da. Əslində çəkmişdim. Dediyim kimi yadımdan çıxıb heç bir vloqa əlavə eləməmişəm və kəslər sindib. Yəni həmin normalda biz bir vlog çəkmişdik, 5 dəqiqəlik bir vlog çəkmişdik, amma o sinibdir, təəssüflər olsun ki, sinibdir. Nəysə olsun, heç olmaz bu vlog inşallah maraqlı olacaq. İndi mən bir dənə kombin shorts çəkmək istəyirəm. Gedim o kombin shortsunu çəkməm. Sonra isə sizdə qayıdım. Makyajımı da sizdən eləyək, saçımı falan eləyəcəm. Saçımı düzləşmişəm əslində. Nəysə yəni Qəbələyə gedəcəyik. Qəbələyə gedəcəyik. Bacımın sinifi ilə bir yerdə. Orada da vlog çəkəcəm sizin üçün. İnşallah o da maraqlı olacaq. Yəni belə buradan çıxan saçıma takmayın. Saç da yəni çıxıbdı. Neyə idi? Düzləşdirmişəm. Məsələn bunu belə vursaydım, bu da buradan belə çıxacaqdı. Prosta bundan bir dənəsini tapmadım. Ona görə o elə qalır. Heç olmaz. Saçım da nə qədər düzdür, şübhəli. Arxadan şişibdir. İstidə hava, isti olanda dözmür, saç şişir yəni. O məndən asılı bir şey deyil. Köynəkdir bu arada, necədir bu? Tommy köynəyidir, atamın köynəyi. Atamızın şkafında, yəni elə qəşəng köynəkləri tapa bilərsiniz. Sadəcə boş köynəklərdir. Bu köynəyi çox bəyəndim. Götürdüm, geyindim. Şort çəkəcəm indi köynəklə. Yəni belə. İndi bu atını çox bəyəndim. Burada durub saatlarla danışa bilərəm. Atı da bilirsiniz nədir? Yatağa söykəmişəm telefonu, yəni belə durmuşam. Bax, dırnaqlarımı çıxartdım. Çünki bir ay oldu, 20 gün idi artıq dırnağımdaydı və dedim ki, öz dırnaqlarım qəşəng uzaqdır. Üstünə belə lak çəkdim. Yəni belə. İndi nə danışırdım ən son? Hə, vlog izləyin. Siz gedin indi o kəsləri izləyin, sonra comeback mənə qayıdın. Həmin həftənin 2 günü, 3 günü bir yerdəyik. Məktəbi də daxil etsək, demək olar hər gün. Burada artıq yeməyə başımız qarışıbdı. Sonrasa Araz'a getdik. Araz'a gəldik, Twister alıram mən. Mən Twister aldım. Həmoş bir də mənə bundan aldı yoxlamaq üçün. 2 dənə yəni. Burada ailəvi dostumuzun uşağının ad günü idi, ona görə gəlmişdik. Burada da yeməyə başım qarışıbdı. Sonra anam gibi falan oynadılar, mən də onu çəkdim, belə qoymaq istədim. Yəni belə, bugün də elə azıq gəzərək keçirmişdik, axşam tərəfi. Hazırlaşma falan çəkməmişdim, demişdim, bəs hansı bir vloqa əlavə eləyərəm. Ümid edirəm izlədiniz. İndi isə mən gedim kombinimi eləyim. Kombinimi də elədikdə sizə göstərəcəm. Deməli, canlar, mən bir dənə shorts çəkdim. Shortsda bu kombin elədim belə. Çanta olaraq bunu götürdüm. Aksesuar olaraq belə necə göstərmiş bilirik ki. Belə ulduzlu sırqa vardı, ad günü olan. Onu taxdım. Qoluma bu. Yəni belə. Kombinimiz belə oldu. İndi sizlə bir yerdə makyajımızı eləyəcəyik. Və mən saçımı sadəcə belə arxadan bir dənə topladım ki, qabağıma gəlməsin. İndi bu broşkaları belə vururam. Çünki makyaj eləyəcəm. Makyajımı mən dediyim kimi alt yəni hissəsini eləmişəm, tanalı falan vurmuşam. İndi sadəcə ənlik, highlighter, şpil falan qalıbdı. İndi bunları tez-tez eləyib bitirəcəm çünki məşğələ gedirəm.
Yay gəldi. Mən yəni vloqları demişəm, söz vermişəm, çox gələcək. Onun çalışdığım qədər vloq çəkirəm. İnşallah bunu sabah çatdıracağam, yəni ümid edirəm. Yəni böyük ehtimal bu uzun bir vloq olacaq. Yaz günlükləri adlıdır, amma necə deyim, bunu əvvəlcən çəkdiyim videoları falan da birləşdirmişəm deyənə. Ona görə yəni adlı yaz günlükləri qoydum. Çalışacağam 3 dənə yaz günlüyü adlı bir dənə vloq çəkeyim. Qəbələyə getmək istəyirdik bazım universitetində. İnşallah o alınsa, yaz günlükləri üçüncüsü gəlir, ikincisi gələcək. Üçüncüsündə də yəqin dəniz vlogu üçün bir şey olar. Yəni hovuz ya da dəniz olar. Baxım əlniyə. Yəni okeydir məncə, yəni bu qədər bəsdir. İndi highlighter. Bunu normalda ənliyi məsələn az görsən, amma normalda ışığın ikisini yandırmamışam. Hə. Məsələn indi baxım bir dənə. Tamam. Bax indi daha çox bilindi. Görürsüz, işığı ikincisini yandırdım. Bəyək sarı tonlu işığıdır. İndi ənlik. Ənliyə highlighter ənlik deyirəm. İndi highlighter vururum. İnşallah bu vlog xoşunuza gəlir. Normalda keçən vaxtım vlog 9-da gəliydi və yorumlar yarısı şeydi filan, niyə uzun deyil vlog. İnşallah bu uzun olacaq, ümid edirəm. Həm məşğələ gedirəm axı, indi yəni məşğələ falan çəkəcəm. İnşallah ümid edək ki, uzun olacaq. Olmasa çalışsam uzun eləyim, evə gələndə falan çəkəcəm. Çəkməyə çalışacağam, çəkəcəm demirəm, çəkməyə çalışacağım. Belə. Bir də bilmirəm, TikTok'a video atmaq istəyirəm, amma istəyiniz vlog tərzdə. Yəni mən mahnı oxuyaraq TikTok atmağı çox sevmirəm. Həm də valideynlərim ona qarşı, yəni TikTok'da video paylaşmağıma valideynlərim çox da icazə vermir. Yəni necə deyim? Məncə də elə ən yaxşısı YouTube'da qalmağımdır. Mən YouTube'dan başlamışam, YouTube'dan davam edeyim. Belə. Highlighter'ı abartdıq. Çox öldü. İndi işıqda görsənmiş. Amma highlighter çox vurdum biraz. Bu ikisi işimiz bitdi. İndi mən kombin şortlar atmağa çalışacağım. Yazlar fikir olsun həm sizə, həm də yəni istənildi ki, bəs yaz kombinə falan çək. Ona görə indi dodaq karnaşı istifadə edəcəm. Beyaz sürtdüyüm dodaq karnaşının üzərində bu dodaq karnaşını istifadə edəcəm. Bu biraz narınızı az tonludur. Bunlar rəngi çox uyur. Yəni Nivea sürtəcəm. Çünki hava istidir və pomada dodağa yapışır. Ona görə Nivea'dan istifadə edəcəm. Makyajım belə bitdi. Yəni makyajımı da qurtardım. İndi gedim şortsu tamamlayıram. Şortsu tamamilə bitirim. Sonra isə vlogumuza davam edeyim. Yəni kombinim də belə oldu. Makyaj bitdi. Taxtamı bura qoydum. Lifti gözləyirəm. Kombinim belə. Ayaqqabım çirinə taxdım qətiyyən. Su götürdüm yanımda çünki hava çox istidir yəni. Saçımı da yığdım çünki çox istidir yəni. Dözə bilmədim bu istiyə və saçımı yığdım matkimlə başımda. Yəni belə liftə gəlmək bilmir. Yəni saat lift gözləyirəm. Çox istidir hava. Sevirəm yazı, valla sevirəm. Sadəcə çox istidir. Kabromu da dəyişdim telefonla. Güllü soğan taxdım. Belə sadəcə soğudu. 5 yıl olar. Tırnaqlarım. Neyse enerjiliyim. Bilmirəm. Taxtam. Hava okeydir əslində, o qədər də isti deyil. Yəni okeydir bu səfər. Yəni normalda çox isti ola bilərdi. Sərinləşib biraz da olsa. Və rəsmdəyəm. Ahu inanıq yerdə. Aysun qabaqda gedir. Ahu Buradan. Fidandan baxıb mənim TikTok'uma yazanlar. Yəni bizə yazır. Bizə nə də dostlarıma yazırsınız. Bir də Sevda var, Balayeva Sevda, o da YouTuber, həm də TikTokerdir. Ona da çox yazırsınız. Bir də nömrənizi verirsiniz. Mən sizin nömrələrinizi alıb yaza bilmərəm çünki mənim nömrəm yayıla bilərdi. İndi ona görə yaza bilmirəm, təəssüflər olsun ki. Ona görə də ki, yəni qızın nömrəsini istəmir, xahiş edirəm. Hə, bax nömrəmi istəyirsiniz, nömrəmi yazanlar var. O günlər bax siz gördükcə cavab verirəm TikTokda, yalan olmasın da. Belə qəbul edib bəzən cavab verdiklərim olur, amma nömrəmi bölüşəmirəm. Ahunun kombini bu günlər belədir. Ah, çox qəşəngdir. Və Aysun da. Xalalar bizi yazırlar, artıq xalalar bizi göstərib bayağı. Arkadaş teyze. Şu an necə xalalar qeybətimizi qırıb prozu palet eləmədən. Yox, direkt. Hə, ay şəf öz dırnağımın üstünə lak yaxdım belə. Çünki ağırtdı. Niyə? Ağırlıq elədi. Az çox qoyub da gelir. Qızlar dırnaq ustası ya. Hə, Ahun Instagram, TikTok'un buraya yazacağam dırnaq ustası. Həm öz TikTok'un yazaram, həm də TikTok dırnaq ustasını.
Ay, nə qəşəng çıxıram belə. Çünki qəşəngsiz. Arkadaşlar xalalar son. Arxadakı xallara həqiqi salam. Bilirsiniz nə çəkirəm? Yay günlükləri vlog. Həqiqi. Yəni yayda elədiyim günlük aktivite, məşğələ gəlib getmək. İmtahana hazırlaşmaq. Ahu 10-cu sinifdə, 10-cu sinif oldum. Wow. Hə, kollec. Məzun. Bu məzun oldu. 9-dan sonra kollecə verdim. İndi biz kola götürürük. Mən kola istəyirəm. Ala. Bu Sprite-dir Nurayın. Bütün Nurayın aşkı. Mən kola istəyirəm. Bunu açım gəlin belə. Bir də oradan ahu kola. Soyuqdur. Nəm idarə edər. Həqiqi idarə edir. Bu nədir kola? İndi nə alırıq? Azərbaycan. Ondan deyil. Ahu bundan istəyir ya da biskota üçün. Nuraya tutqu götürürük. Baba. Sprite-lə tutqu gedir uşaqlar. Bir tatlı bir şey al. Getməz də yeyəcək ya. Bunu almayız burada. Cizbəbə götürüm. Ürəm cizbəbə istədi uşaqlar. Həqiqi. Götürüb versin bu arada. Kola ilə. Götürüm. Uşaq cizbəbə. Bunlar da pravda, amma ki heyvanlıq edə bilmərəm. Bunun Hə. heç şey yoxdur. Bıçaq yoxdur. Bunun taxtası kartonu ilə ancaq belə doğraya bilərik. Ağın çəkəmişik. Olsa xanım bacım. Ahu, bu da marojnaldır. Aldığımızı aldıq. İndi qaydırıq rəsmə. Buranın işığı qəşəngmiş. Bura xoşuma gəldi. Bəyəxa günəşli. Şeydə çəkmək olar. Orada da qəşəngdir ya işıq. Bu tərəfdən gedəndə də qəşəngdir. Elə pis deyildi. Sən görürsən soruşuyorum. Ne gidəsən? Mən də istəyirəm gedim. Sən nə gedirsən? Getmə. Burada fırçalar var belə. Nuray. Nuraysız vlog olmaz. Müəllimə burnu esti gətirib uşaqlar. Müəllimə. Sağ baxma. Adı keçəndə. Hepsine belə bizim qrupa bura dördü belə. Burada da mən otururam. Müəllimə. Bir ay qiymətli saxlayasın. Ondan sonra Evə gedirəm. Və mən çıxdım rəsmdən, artıq evə çatıram hətta. Amma marketə, mağazaya girməliyəm. Anam evə tapşırdığı 2-3 şey var, çörəyim, makaron falan var. Onları alacam. Bu günə çox yoruldum, nəsə bilməm. Rəsmini də qutardım bu arada. Burada təzə ay çıxdı. Təzə ay görəndə çox sevinirəm. Heç nə, yay gəldi. Biz yayda ancaq burada gəzirik orada. Həyatımızda belə yol var, düz. Hətta göstərim. Belə düz yol var. Biz hər gün anamla bacımla hər axşam burada saat 7-8 falan. Yox, 7-8-də mən məşədən çıxıram. 9-da falan anamcıyla buradan gəzirik belə. Neyse, mən indi bravoya girəcəm belə. Otluqların içindən gedirəm. Necə də ağıllıyam. Satdım mağazaya. Hala açımda qəşəng parıldayır. Çörəyi götürdüm. Çörəyi götürdükdən sonra makaron. Makaron almağa gedeyim. Makaronlar tərəfdə olur. Noodle alım. Yox ya, makaron. Spaget. Buranın işığı nə qəşəngdir. Makaron axtarıram uşaqlar. Çox ağıllılar. Ketçaplarla makaronları üzə qoyublar ki, makaron alıb ketçapla alsın. İşıq çox qəşəngdir. İndi biz makaron axtarırıq. Ankara, nə bilim, nə almalıyıq? Uzun makaron. Makaron da götürdük burada. Bu reyonu bütöv almaq istəyirəm. Jelibon. Orada mənim sinifdaşım Sevda vardı. Həm TikToker'da, həm də YouTube'da aktivdir. Onunla bir yerdə video çəkəcəyik sizdən. Dəyişik abur-cuburları yoxladıq, amma onun kanalı çəkəcəyik. İndi mən kraks alıram. Kraks. Mağazada necə dəqiqədə verirlər. Kraks. Çörək, kraks, şəklim. Tamam. Evet, çatıram, şükürlər olsun. Yoruldum yəni. Saçım belə qəşəng. Və canlar, mən sonunda evim. Axır ki. Yəni vlogu böyük ihtimal inşallah editini eləyib sabah çatdırmağı düşünürəm.
İndi mən əynimi falan dəyişəcəm. Sizlə biraz söhbət edərik. Sonra yəqin ki vlogu bitirəcəm. İndi mən gedim əynimi geyinim, yəni əynimi raxlanım. Əlimi yüzümü falan yuyum. Sonra vloga davam edəcəm. Və mən əynimi geyinim, bura pomada elədim. Bura onu görməzdən gəlirsiniz. Çünki pomada oldu. Niyə çay içirəm? İçsəm. Makyajımı bir yerdə çıxardarıq. Yəni belə. Gəldim mən otağıma. Makyajımı böyütmə videodan sonra çıxardacağım. Yeni çantamı boşaldıram. Bir də makyaj üstünü səliqəli ilk dəfə. Bir də makyaj üstünün yanındakı rəfdə biraz dəyişikliklər eləmişəm. İndi sonunda göstərəcəm. Nəysə deməli bunun içində olan makyaja aid şeylər çıxardıram. Essensin glossudur, budur. Sonra çox dağınıqdır biraz belə. Yadır, dodaq karanlaşdı. Yəni bunların hamısını inşallah bu arada Qəbələ gedərik. Çox qəşəng vlog seçmək istəyirəm və Sevda ilə də inşallah vlog gələcək. O vlogu vəbşi gözləyirəm. Biz onu Sevdan kanalına çəkəcəyik, amma böyük ehtimal mənim kanalıma da biraz kesitlər falan çəkərik deyə düşünürəm. Yəni ümid edirəm. Makyaj çantamı belə yerləşdirdim. İndi makyaj çantamın ağzını bağlayacağam. Süngərimi ıslatmışam, iyi gəlməsin. Kənara qoydum ki, iyi gəlməsin. Baxın, burada belə baxım hissəsi həmişə məsələn makyaj təmizləmə suyudur, saç spreyləri, bədən spreyləri, sonra kremlərdir belə. Bir də bura gələcək təzə məhsulumuz da budur. Belə günəş krem almışıq. İndi sizə bunu bir açım belə göstərim. Bu da Faberlic'dən də belə. İçindən də belə çıxdı yəni. O da böyük ehtimal burada belə qalacaq. Yəni böyük ehtimal hara qoyaram bunu. Yəqin ki bu tərəfə belə. Yəni belə. Makyaj üstünə belə sərgəldi. Bu sepdi bir dənə. Sepdi də böyük ehtimal asacam yəni. Ya da asmayayım elə. Uyda bura nə qədər bura aksesuarlar nə sepdi bura qoyacam belə. Bu bacımın sepdi çünki belə ulduzlu olan. Burada belə sərgəli olur yəni. Hava da qaralıb yəni artıq belə gördüyünüz kimi. Saat 8-də gəlirəm axı məşğələdən, gec gəlirəm ona görə. Yəni mən artıq yorğun olduğum üçün, həm də yəni vloqda artıq necə deyim, çəkməyə bir şey qalmır. Yəni yatacağam birazdan, yəni 8, 9-un yarısı evə gəldim. Artıq saat 9 tamamdır yəni. İndən sonra yanınıza yatacağam yəni. İndi məndən sabahlanıza vloq istəyirsən, amma mən sabahlanıza vloqun çəkə bilmirəm. Bacımla eyni otaqda qalıram. Yəni bacımla onu narahat etmiş oluram. Həm də evdə necə deyim, yəni çəkəndə gərək hamı oyaq olsun falan yəni başüstüzdə yəni. Çünki rahat olmur. Yəni sabahlanıza vloqum təəssüf ki çəkə bilməyəcəm, amma inşallah yəni gələcək həftələrdə biz Novxanaya getməliyik. Yəni orada bağ evimiz var. Oraya gedəndə orada sabahlanıza vloqunu çəkə bilərəm yəni. Ora müsait olduğum üçün. Yəni belə saçıma tinsel taxmaq istəyirəm. Bunlardan bizi məsələn tək qırıb saçıma tinsel olaraq taxmaq istəyirəm. Hətta birazdan yəqin videomu bitirəndə böyük ehtimal onu eləyəcəm. Video kimi çəkərəmmi bilmirəm, söz vermirəm, amma çəkə bilsəm çəkərəm. Yəni belə başqa vloqlar dediyim kimi hər bir həftə içində gəlməyə, çəkməyə və atmağa çalışacağam. Rəsmimi də bitirdim, mən artıq Dianaya keçdim. Çox xoşbəxtəm. Yəni rəsmdə yəni ilk heykəli olaraq Diana ilə başlayırsınız. Mən Dianada sonra Qatamel belə avqust falan belə gedir. Yəni artıq Dianaya keçdim. Böyük bir başarı. Yəni belə. Ümid edirəm video xoşunuza gələr. Abunə olub like atmağı unutmayın. Sizi çox sevirəm. Başqa video və vloqlarımda görüşmək üzrə. Öpdüm. Bay bay.